yenidən sizinlə canlı görüşəcəyik. Bəli, saatlarımız 2-dən sonranı göstərir. Mikrofon önündə mənəm Rüfət Nadirli 3-ə qədər bərabərliyimizdə sürəcək və bugün daha bir dəyərli dostumuzu dəvət etmişik ki, həm şirkət haqqında danışacaq, həm də şirkətin missiyası üzərindən bazar rəqabətliliyindən söhbət gedəcək və bunun müzakirəsində birlikdə aparacaq. Siz də bizə qoşula bilərsiniz. Rubrikalarımız var, təqdim edəcək sizə. Həmçinin də yarışmamız da olacaq və yarışmamızda qalibimizə Hanoğlu baklava lokumdan gözəl bir hədiyyə olacaq. Diqqətiniz bizdə olsun. Yaxın bir saat ərzində dediklərimiz sizi gözləyir. WhatsApp nömrəmizdə xatırladaq indidən ki, elə həm yadınızda olsun yarışma üçün, həm də ki qonağınıza bəlkə bir sualınız da ola bilər. 055 203 11 03'dür bizim WhatsApp nömrəmiz. Efirimiz isə biznes adamı layihəsidir. Bugün bizim biznes adamında qonağımız Saday Alverdiyevdir. Hansı ki möhtəşəm biznes tədbirləri ilə hər zaman səhnədə olan və arzuladığım dostlardan heç zaman səhnədən düşməsin. Ona həqiqətən də bir dostumuz olaraq səhnədə yaraşır. Və peşəkar dostumuzdur. Səmimiyyəti ilə seçilən dostumuzdur Saday Alverdiyev. Bugün hər deməli mütəmadi olaraq qatıldığı tədbirlərdə, təlimlərdə, forumlarda maraqlı mövzular ilə də diqqət çəkir və bu yaxınlarda daha bir neçə yerdə görmüşük dostumuzu və çox yaxında elə bizim biznes mərkəzi klubumuzun tədbirində də may ayında reallaşacaq tədbirində də biz də Saday qardaşımızı səhnədə görəcəyik. Çox maraqlı bir mövzu ətrafında inşallah onu da anonsunu edəcəyik. Diqqətiniz bizdə olsun, amma gəlin onun özünü təqdim edək. İndi hazırda mən danışıram, o da məni burada çəkir. İndi biz danışacağıq, sual verəcək, o danışacaq, biz onu çəkəcəyik. Dəyərli dostlar, Saday Alverdiyev hazırda Bravo Technologies şirkətinin direktorudur. Saday qardaşımızı salamlayırıq. Hər vaxtın xeyirli olsun. Salam Rüfət, təşəkkür edirəm xoş və dəyərli sözlərin üçün, çox dəyərli hiss elətdirir, təşəkkür edirəm, eyni dərəcədə dəyər veririk, o deməyə ehtiyac yoxdur artıq. Bəli. O qədər qəşəng mənə izah edirsiniz ki, yəni məncə efir belə davam eləsin, siz danışın, mən dinləyim, yəni çox gözəldir. Mən valla bu səhərdən çox danışsam. Bu dəqiqədə belə deyirlər, deyir ki, dostuna gələ, Ərkana deyərsən, bu dəqiqə Ərkim sənə çatır deyə, səmiyyət elə sən deyə müraciət edir birimizə, problem yoxdur və ərk edəcəm ki, dostumuz daha çox danışsın və dinləyicilərimiz suallarını versin. Elə efirimiz başlamaz 7357-də bizi və məni və qonağımıza salamlayır, təşəkkür edirik, çox sağ olun deyirik, hər zaman aktiv müzakirələrimizə qoşulursunuz. Saday qardaşımız, keçid alaq elə bu verişimizin missiyasına uyğun olaraq təqdimata və Bravo Technologies şirkəti hansı missiya üzərinə fəaliyyət göstərir? Bir qısa tanışlıq edək, ondan sonra sualımız əsasında davam edərik. Məmnuniyyətlə. Birincisi hər kəsi salamlayıram. Ümid edirəm günləri asudə keçir və xoş keçir. Mənim adım Saday Alverdiyev, tanımayanlar üçün yenidən təqdim edirəm. Bravo Technologies şirkətinin rəhbəriyəm. Bravo Technologies əsas prioriteti internet provider xidməti olmaqla paralel, hardasa 12 ildən çoxdur bu sahədəyik. Həmçinin IT istiqamətli müxtəlif həllər, texniki və belə deyək, proqram təminatlı həllər təklif edirik. Əsas prioritetimiz bu dəqiqə ölkədəki ən böyük biznes mərkəzlərinə, korporativ müştərilərə belə deyək, problemsiz xidmətlər təklif etməkdir. Dediyim kimi 12 ildən artıqdır davam edir bu. Və düşünürəm ki, ölkədə bu dəqiqə orta və yuxarı segment, həmçinin aşağı segment elə müştərilər yoxdur ki, ən azı bir dəfə bizim xidmətlərdən və bizim plazalarda bu xidmətdən istifadə etməmiş olsun. Düşünürəm ki, yəni ümid edirəm ki, bizdən razıdırlar və biz bu şəkildə də xidmətlərimizi yaxşılaşdıraraq davam edirik. Çünki mövzu 13 il ərzində böyük bir müştəri datanız da var. Bəli. Bu çox böyük bir məsuliyyətdir. Çünki müştərilərimiz belə deyək, daha çox korporativ olduğu üçün, daha kaprisli, daha nə istədiyini bilən və daha tələbkar bir segmentdir. Yəni 12 ildir bu şəkildə davam etmişiksə, düşünürəm ki, bacarmışıq. Bu qədər. Qısaca bunu deyə bilərəm. Öncəliklə daha bir sualım ondan ibarətdir ki, bugün diqqət çəkən məqamlardan biri dediniz ki, biz korporativ ən çox müştərilərimiz var. Amma bugün hələ də bizim bazarımızda
biznes mühitində korporativ bəli işləyənlər də var, amma istiqamətlərdən biri də pərakəndə, retail dediyimiz sektordur. Yəni belə bir vəziyyətdə retail və yəni pərakəndə və korporativ yanaşmada sizin şirkətinizin istiqamətlənməsi necədir? Fərdi yanaşma IT texnoloji həllər istiqamətində və IT xidməti almaq istiqamətində, internet xidməti almaq istiqamətində sizin korporativlə bərabər fərdi, yəni retail üzərindən yanaşmanız, missiyanız necədir? Və bu üzrə datanızda artım varmı? Yəni Bravo texnoloji şirkət üzərindən desək. Burada xidmətlər çox müxtəlifdir. Biz xidmət ayıra bilərik mövzunu. Yəni bəzən də korporativ yanaşma çoxdur. Bəli. Ümumiyyətlə məsələni 2 yerə ayırırıq biz. Biz daha çox 3 yerə ayırırıq. Bu birinci texniki proses. Buna biz daha çox zəif axın xidmətləri deyirik. İkincisi internet, üçüncüsü isə günlük IT solutionslar, yəni IT həllər. Bu həllər individualdır. Kiminsə hansısa bir belə deyək, softla bağlı və yaxud da günlük hansısa bir istifadə etdikləri avadanlıqlarla bağlı problemlər olduğu zaman individual həllər təklif edirik və buna aydıq support şəklində edirik. İnternet bildiyimiz standart internet xidmətidir. Burada pərakəndə ilə korporativ arasında çox ciddi fərqlər var. Çünki pərakəndə daha çox zəhmət tələb edən və daha geniş bir belə dərya məntiqi ilə düşünün, çox böyük bir bazardır. Burada da yenə bazarda çox böyük, sırf internetlə bağlı deyirəm, böyük şirkətlər, böyük providerlar var. Biz daha çox belə deyək, ümumiyyətlə var bu geniş bazar payının içərisində nəsə pay götürmək və yaxud özümüzə uyğun bir daha uğurlu ola biləcəyimiz segmenti və sahəni seçmək. Korporativ bunun içərisində daha fərdidir, daha belə xüsusi yer tutur. Bizə burada məşğul olmaq, burada ixtisaslaşmaq həmişə maraqlı olub. Çünki biz bunun paralelində korporativ müştərinin bəlkə daimi qalıcılığı daha çoxdur o baxımdan. Yəni fərdi müştəridir, sizin internet xidməti seçə bilər, bir ildən sonra seçməyə də bilər. Yəni həm elə bu var, belə deyək, izah edək, həm də siz necədir? Əslində xeyr. Yəni ev müştərisi, belə deyək, mənzillərimizdə, evlərimizdəki müştəri internet baxımından daha loyaldır. Siz nə qədər evinizi dəyişirsiniz ki? Yox, amma korporativ müştəri çox da loyal deyil. Balaca bir nüans olduğu kimi həmən etiraz edir, başqa bir partnyor axtarır və yaxud da ofisini dəyişə bilir, binasını dəyişir. Yəni bir yerdən başqa yerə köçür. Bu əslində çox da loyal müştəri yaratmır. Loyal müştəri əslində bizim ev müştərilərimizdir. Çünki bəlli bir yerdən sonra rahatlaşırsınız. Şikayət üçün də artıq vərdiş edirsiniz. Problemin də vərdişini başa düşürsünüz. Hansı saatda nə yaşayacağınızı da başa düşdüyünüz üçün şikayət eləmirsiniz. Artıq bununla yaşamağa başlayırsınız. Amma korporativ müştəri elə deyil. Korporativ müştəri həm pərakəndədən daha çox ödəniş edir, daha ciddi trafik alır və onun üçün emosionaldır. Bilirsiniz niyə? Çünki onun biznes ondan asılıdır. Və bu adamlarda daha belə stres, emosiya və ciddi qərarlar qəbul etməyə səbəb olur. Yəni ona görə də biz daha çətin bir sahədəyik və burada ikinci ən böyük faktor nədir? Biz bizneslərlə çalışdığımız üçün onlara əlavə xidmətlər də təklif edə bilirik. Çünki bizim məqsədimiz kommersiya olduğu üçün, yəni pul qatmaq anlayışı ilə getdiyimiz üçün B2B bizim üçün daha əhəmiyyətlidir. Yəni bunu da hər kəsə etiraf elədik, belə paylaşdıq. Elə bilim səmimiyyətimizlə ortadadır hər şey. Elə bilim deyir ki, pul demirik, amma deyir ki, elə pul deyirik hələ ki. Yəni o qədər o qədər deyil, amma biz də istəyirik ki, pul deməyək, bu nədir falan deyək, kağız kimi rəftar eləyək, amma hələ ki o dövrə qədər var. Amma yaxşı bir təcrübəniz var da, 12 ildən artıq bir təcrübə də az deyil. Yəni, bəli, ciddi təcrübələrimiz var. Zəif axın üzərinə də biz bu illər ərzində fəaliyyətimizi genişləndirmişik. Zəif axın ümumiyyətlə bildiyimiz giriş-çıxış sistemləridir, belə deyək, təhlükəsiz kameralardır, mühafizə sistemləridir. Ümumiyyətlə, bununla bağlı isə biz artıq ölkəmizdə xeyli layihələr icra eləmişik. Bu layihələr tikinti, sənaye şirkətləri, dövlət qurumları, bunlarla bağlı olan partnyorluqlardır. Əslində ki, buradakı bazar həcmi və dövriyyə daha böyük olur. Nəinki fərdi şəxslərlə hansısa individual davamlı xidmət almaq, misal. Var anlıq çox qazanmaq, var uzun müddətə daimi qazanmaq. Bu iki məntiq var. Biz bir əldə iki qarpızın ikisində tuturuq bu dəqiqə. Aydındır. İndi ona toxunacam, narahat olmayın. Sualım olacaq onsuz da.
Amma bu arada bizim bu danışdıqlarımızın bir qismi də mütəmadi olaraq bizim sosial media səhifələrimizdə, həm Xəzər FM-in sosial media səhifəsində, həm də Biznes Mərkəzi klubumuzun sosial media səhifələrində yayımlanır və indi hazırda bizim komandamızda indi bizi qonağımızın fikirlərinin bir neçəsini hazır reels videolar kimi çəkirik. İndi foto təqdimatı da var. Gəlin Saday dostumuz foto təqdimatına da baxaq. Tural qardaşımıza təşəkkürümüzü bildiririk və dəyərli dostlar, davam edirik. Bugün bizim qonağımız Bravo Texnologiya şirkətinin direktoru olan Saday Alverdiyev dostumuzdur. Saday qardaşımız, dediniz ki, korporativ əslində uzun müddətli müştəri, deməli fərdi müştəridir, amma yaxşı pul verən müştəri isə korporativ müştəridir. Yaxşı, korporativ müştəridən sonra da deyirsiniz ki, o müştərini 2 günə də itirə bilərik, ofisini dəyişə bilərik, itirə bilərik, razı qalmaz itirə bilərik. Yəni çoxunu düşünüb sonradan o müştəri sizə getməkdənsə olmaz ki, uzun müddətli fərdi müştəri də sizə qazancı, yəni o balanslaşdırmır ondan. Yəni sizin statistikalarınız, hesablarınız nə deyir? Bizə maraqlıdır yəni. Deməli, ara sıra bəzən dostlara belə suallar verirəm ki, misal, 100.000 dövriyə istəyirsiniz, bu 100.000 dövriyəni sizə atıram, 20 müştəri 5.000 verə bilər və yaxud da bir müştəri 100.000 verə bilər. Hansına hə deyirsiniz? 20 müştəri. 20 müştəriyə. Siz də deyirsiniz. Məslən, mən də elə deyirəm, uzun müddətə. Çünki o 100.000 verən 2 gündən sonra çıxıb gedəcək və o 100.000-i tapmaq üçün də daha neçə ayım forum gedəcək. 20.000-i verən, 20 dənə belə 5.000 verən müştərim var. O rahat oturmuşam. Həmin 100.000-i yenə qazanacam da. Yəni sonradan o proses yenə mən 100.000-i müştərilə axtarmam. Mən bu məsələdə biraz belə fantaziyalarımı daha çox işlədirəm. Niyə? Düşünün ki, 20 nəfərin kaprizi ilə oynamaq var. Yəni yorur sizi, bezdirir, nə qədər olar və 20 nəfər, 20 subyekt deyil. 20 subyekt, biznes subyektin içində şəxslər var. Müştəri bezdirir. Yox, elə deyil. Buranı kəsirik. Samir qardaş, bizim Samir qardaş, eşidirsiniz məni? Bizim bu qeydiyyatımız bir ay davam edirdi, düzdürmü? Eşitdiniz də nə dedi? Müştəri bizi bezdirir. Yəni hansı bir fərdi müştəri? Təəssüf ki, dilimizdə bəzi sözlərin sinonimlərini tapa bilmirəm, soft tərəflərini. Yox, deyə bilərsiniz ki, bəzən bu əslində bir siz nə deyir? Bu sorğu-sualla üzləşə bilirik. Belə deyə bilərsiniz. Çətinlik yaradır bizim üçün əslində. Çünki yəni belə deyim, reallıq odur ki, Azərbaycan bizneslərinin əksəriyyəti subyektlərdən, oradakı fərdlərdən asılı olur. Bu fərddə peşəkar həyatla şəxsi həyatda davrandığı kimi davranır. O söz çıxdı, getdi. Yəni onu onun neynəsə əvəz edəsəniz belə mümkün deyil. O getdi artıq, bəli. O getdi. Tamam, yaxşı, oradan biraz davam edək. Şimdi bu bezdirmə məsələsində məcbursunuz ki, hamını xoşbəxt eləyəsiniz. 20 nəfər, 20 biznes subyektin içərisində hər gün sizdən ən az hər bir biznesdə 2 nəfər kontakt olur. Bu 40 nəfər deməkdir. Misal. 40, bəzən olur 45. 45 nəfəri xoşbəxt eləməkdənsə, mən qısa müddətli xoşbəxt eləmənin bir yolu var da. Yəni yüksək sürət verirsiniz və heç kim sizdən narazı qalmır. İnanın elə deyil. İnanın elə deyil. Yəni adam bəlkə evdə kimdənsə dalaşıb gəlir, bəlkə yolda nədəsə və o stresini kiməsə boşaldır. Reallıq budur. Call center çağrı sisteminin əməkdaşları hər zaman bu neqativlərlə üzləşirlər. Çünki onlardan asılı olmayan səbəblərlə üzbəüz qalırlar, aqressiya ilə üzbəüz qalırlar. Və məcburuq ki, onları birdən yola gətirək, razı salaq, xoşbəxt eləyək. Mənim bu mövzuda belə qısa müddətli də olsa, düşünün ki, 20 müştəri. Mən inanmıram ki, biz sözündən sonra hansısa müştəri bu gün sizə gəlir. Yox, məncə eşitməyiblər. Təkrar dəqiq eləməyək, oradan keçdik artıq. Deməli, 20 müştəridən 5-i getsin, 15-i qalsın. Amma fakt bir müştərinin sabah axşam nazını oynayaraq və pələ olsun o biznesdə 3 nəfər. Bir müddət götürüb o 100.000 hər ay ondan alaram mən. Arxa yığaram bir şey. Və ondan sonraki o 75 müştərinin də sonra necəsə kompensasiya edək, onun yerinə başqasını tapaq. Çünki vəsaitim var. 100.000 alıb daha rahat olarsınız ki, və digər müştərilərdən kompensasiyası üçün uyğun olur. Zaman olar. Bəzən hal-hazırda mən də fərdi danışıram. Yəni peşəkarlığı kənara qoyuram, emosiya ilə baxıram məsələyə. Bezdirmə sözündən də başlayaraq. Bizi niyə? Həqiqətən bəzən çox sıxılırsınız. Mən unutmuşdum o sözü. Mən yenə siz yadıma saldınız. Burada belə bir məqam olur ki, bəzən istəyirsiniz ki, deyirsiniz, bilirsiniz nə var? Sizə xidmət vermirəm. Bu sözü deyə bilməyiniz üçün sizin onun verdiyiniz 5.000-ə ehtiyacınız olmamalıdır. Bunun üçün müəyyən taktikalarınız olmalıdır. B planınız falan olmalıdır. Amma hələ ki var da. B planımız. Bizim B, C, G. İndiyə 5.000-ə. Yəni
Bəli. Sometimes, yəni ara sıra bəzən. Yəni pula həmişə ehtiyac var. Kim deyir ki, ehtiyac yoxdur? Amma yəni biri də var ki, qurban verə bilərsənmi bu 5000-i? Yəni bu 5000-i qurban verdiyim zaman onu hardan bərpa eləyə bilərəm? Ya arxaya yığdığımdan, ya da sabahda mənə belə deyim, hədəflədiyim adamdan ala Ay bilərəm. sağ ol. Ona görə bizi efirində dinləyən sahibkar dostlarımız var. Çox səmimi danışıram. Efirə qonaq olurlar. Bax o qonaqlar hərdən mənə deyəndə ki, bizim efirimizə deməli efirə hazırlaşaq. Bizim efirimizə gələnlər illərdir mənim proqrama gələndə bilirlər ki, bizim efirimizdə öncədən sual-cavab olmur. Yəni mən qonağa sual verim, qonaq sən bundan danışacaqsan, ümumi bir mövzu olur. Mənim suallarım ekskluziv təqdim olunur. Hətta burada təqdim olunanlardan qonağın xəbəri yoxdur. Bax ona görə bax bizim Saday qardaşımızın bu dəqiqə suallar ətrafında tutulması və ya da ki, düşünərək cavab verməsi, hətta bir ağzına söz qaçırması, bütün bunlar bu detallardır və ona görə deyirik ki, daha səmimi olmaq üçün sual-cavaba ehtiyac yoxdur. Dinləyicimiz yazıb ki, 95-34-dən bizim bağçılıq ərazisi var. Xocasən Lökbatan arasında 100-ə yaxın bağ var. Dövlət şirkəti bizə ora internet çəkməyə çox baha dedi. Siz ora internet təmin edə bilərsiniz və qiymət dövlət sifarişindən ucuz ola bilərmi? İndi bilmirik də siz dövlət şirkəti Yəqin telefon xətti ilə dövlət şirkəti bilmirik axı sizə hansı qiyməti deyib və o sizin üçün baha sayılırmı? Və qiymət dövlət şirkətinə ucuz olarmı? Yəni, siz qiyməti desəniz, yəqin ki, o fərqi görəcək də. Xocasən, Lökbatan arasında 100-ə yaxın bağ var. Təmin etmək olur. Ümumiyyətlə ehtiyacınız yoxdur? ehtiyacımız həmişə var. Rüfət bəy, ehtiyacımız həmişə var. Məsələ bilirsiniz nədir? İnternetin verilməsi, internet və kabel televiziya anlayışlarının təmin olunmasının bir neçə üsulu var. Ənənəvi telefon xətti ilə var, fiber optika vasitəsilə var. Bir də bizim bu Elon Musk dostumuz yeni bir şeylər uydurub, peykdən internet verir, avadanlığı ilə falan. Çox bahalı biraz, bizim bazara hələ ki oturuşacaq bir şey deyil. Amma fiber optika ilə çəkilə bilər. Orada baxılmalıdır ki, ən yaxın qutu hardadır? O belə deyək, nə deyək onun adına, qovşaq da oradan çəkilməlidir. Yəni harada bizim avadanlığımız və ya digər providerin avadanlığı varsa, oradan ora qədər xətt çəkilməlidir. Və biraz nisbətən duzlu olur da, yəni biraz xərci çox olur, bəli. Telefon xətti varsa ən rahatı odur. Ayrılmış xətt dedilər verə bilərik. Və bir neçə min manat dedi bir evə. Dediyimiz kimi, böyük ehtimal onlara ayrıca xətt çəkilir optika ilə. Telefon da yoxdur. Optika ilə çəkilir yəqin ki. Optika ilə çəkildiyi zaman da məsafə məsələsi var. Yəni normalda şirkətlər metrə başına ödəniş alırlar bunun üçün. Həm işçilik üçün, həm də kabel metresinə. Və ondan sonra isə təbii ki, evinizə ödədiyiniz standart pula uyğun internet pulu ödəyirsiniz. Yəni sizdə belə çıxır ki, məbləğ bir neçə milyon olacaq. Yəni biz təbii ki, dediyimiz kimi biz əsasında plazalarda xidmət göstərdiyimiz üçün və yaxud anlaşmamız olduğu hansısa yaşayış kompleksləri ola bilər ki, sıfırdan. Ya səmimi olacağam, çünki internet elə bir şeydir ki, hər kəsin əslində məntiq budur ki, bir yerdən sonra hər kəsin pulu olandan sonra iki biznesi girməyə çalışır. Ya harasa internet verməyə çalışır, ya da gedir restoran açır, nə bilim, çayı açır, bir şeylər eləyir. İnternet bunların içərisində daha xərc tutumludur və sizin və ehtiyatda pulunuz olmalıdır ki, və səbriniz olmalıdır ki, onun turnoverına, yəni belə deyək, geri dönüşünü səbr edəsiniz. Bu elə bir biznes deyil. Pulu qoydunuz, həmən pulu götürdünüz. Elə deyil. Yatırım edirsiniz. O çox uzun müddət o pul geri dönməyə başlayır. Aynen. Şirkətlər necə qazanır? Şirkətlərin yaxşı büdcələri olduğu üçün çoxlu yatırımlar edirlər və ortaya qaynayan bir dövrəyə çıxır ki, o dövrəyə yavaş-yavaş onların xərclərini qaytarmağa başlayır. Yəni geniş bir kütləyə xitab edən xidmət göstərməlisiniz ki, dövrədən pul qazana biləsiniz. Aydın. Əks halda, yəni bu yoldaşlardan məncə bir neçə texnologiyada var, hava yolu ilə və s. Amma bunlar da onun üçün yenə 1000 manatdan ucuz olmayacaq bu xidmətlərini almaq onun üçün. Yəni ilkin etapda. İlkin mərhələdə. İlkin mərhələdə, bəli. Aydın. Növbəti bir sualımızı təqdim edəcəyik, amma cavabı reklamdan sonra. Elon Musk'dan danışdınız. Elon Musk'ın interneti yavaş-yavaş bazara gəlir. Və ümumiyyətlə dünyada artıq səs salıb bu. Və belə bir qiymətlərin ucuz etsə, bu internet providerları nə edəcək? Bax, bu sual çox maraqlı sualdır. Çünki insan nə edir? Ucuz qiymətə qaçacaq, təbii ki. İndi keyfiyyət necə olacaq, bunun durumu necə olacaq, nətər olacaq, amma bu növbəti sualdır. Amma ilk öncə artıq bazara səs sala biliblərsə və bu artıq dünyada da qəbul olunursa, Elon Musk interneti bazara gəlişi bu sonraki mərhələdə bu internet providerları üçün bazardan çıxmaya gətirib çıxarda biləcəkmi? Yəni rəqabətə dözməyəcəklər, ucuz qiymətə və bununla da təslim olacaqlar. Bax, bunu bilmirik, bunu Saday müəllim cavab verəcək bizə.
reklam fasiləsinə keçirik. Biznes adamı az sonra davam edəcək. City Park Mall'da inanılmaz fürsət. 20 martdan 20 iyuna qədər hər 40 manatlıq alışverişdə Toyota Corolla və bir çox dəyərli hədiyyələr qazanmaq şansı əldə et. Daha çox alışveriş, daha çox şans deməkdir. Xəzər Radiosunda reklam vaxtı. Soyuq aylar, daxili işlər üçün ən uyğun zamandır. Panda'nın Pamplus boyası bu işdə sizə kömək edəcək. Yüksək yapışma gücü, yuyula bilən və çatlamayan formulu ilə Panda Pamplus boyası hər növ daxili setləri mükəmməlləşdirir. Panda boya, rənq qatır dünyaya. Qısa nömrəmiz Ulduz 1008. Best Hospital pasiyentlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Ev və iş yeriniz üçün mükəmməl parket axtarırsınız? Azərbaycanın keyfiyyətli parket brendi olan Mr. Wood sizin üçün isti döşəmə rahatlığını, davamlığı və zamansız gözəlliyi bir araya gətirir. Cızılmaya qarşı dayanıqlıdır. Hər dizayna uyğun mükəmməl seçimləri var. Tam 25 il şirkət zəmanəti də mövcuddur. İndi Mr. Wood ilə məkanınızı yeniləyin və keyfiyyəti hiss edin. Telefon 070 288 1991. Ünvan Ağşəhər, Xəqani Rüstəmov 6. Rəqabətli biznes mühitində fərqlilik yaratmaq, keyfiyyəti işinizə daşımaq niyyətiniz varsa, GSI şirkətinin beynəlxalq səviyyədə sertifikatlaşdırma xidmətindən yararlanın və ISO sertifikatlarına sahib olun. Ətraflı məlumat üçün 010 252 2300 və 010 234 2800 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Yeni markalar, sürpriz endirimlər, mükəmməl restoranlar, məşhur fast food şəbəkələri, uşaqlar və gənclər üçün əyləncə. Portal Games, City Park Mall'da, şəhərin yeni cazibə mərkəzində 400 maşınlıq, 2 mərtəbə qapalı parking və ilk 3 saat pulsuz parklanma yolunuzu gözləyir. Rahat alışveriş, unudulmaz dadlar və gününüzü əyləncə ilə dolduracaq bir məkana hazır olun. Ünvan Babək prospekti ilə Süleyman Vəzirov küçəsinin kesişməsi, Bakı, Ağşəhər. Abşeronda topdan qiymətə top kimi tikinti məhsulları, taxta şalban, dam örtüyüz, sement, qum şınqıl boya, alışverişini et, doya doya. Abşerona gəl, bütün tikinti materiallarını büdcənə uyğun qiymətlərlə əldə et. Abşeron Ticarət Mərkəzi, evin üçün hər şey, ünvan, Dökbatan dairəsinin yanı. Bolt sürücülərinin diqqətinə. İndi ABB Bolt kartı ilə kartınızdakı vəsaiti əlavə komissiyalar ödəmədən əldə edə bilərsiniz. Bu və digər üstünlüklərdən faydalanmaq üçün kartı sifariş etməyə tələsin. Ətraflı 937. ABB. Müasir, faydalı, universal. Xəzər Radiosunda reklam vaxtı. Reklam fasiləsi bitdi. Biznes adamı davam edir. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Biznes inamdan başlar. Biznes özünü təsdiqdir. Bu yolun enişi də var, yoxuşu da. Əsas odur ki, ruhdan düşməyəsən. Uğurlu biznesin sirlərini bizdən öyrənin. Həftə içi hər gün saat 2-dən 3-ə qədər Rüfət Nadirlinin təqdimatında Xəzər FM-də. Baş sponsor Panda boyaları, xüsusi sponsorlar City Park Mall, West Hospital, parket markası Mr. Wood, sponsorlar ISO sertifikatları üzrə xidmət göstərən GSI şirkəti, Hanoğlu Baklava Lokum və Şəki Agro Suvarma Sistemləri. Efirimiz devam etməkdədir değerli dostlar və bugün bizim qonağımız Saday Alverdiyevdir. Bizi değerli dostlar dinləməklə beraber canlı olarak izləmək də mümkündür və Xəzər FM-in Facebook səhifəsindən canlı yayınlanır. Hətta efirimiz bitəndən sonra arxivlənir, qalır video və tam bir ay ərzində bizi rahat bir şəkildə deməli izləyə də bilərsiniz. Bravo Texnologiyası şirkətinin direktoru Saday Alverdiyevlə söhbətimizi davam etdirək və sualımız var idi ki, Elon Musk interneti yavaş-yavaş bazara gəlir, ucuz qiymətə özdə gəlir Elon Musk interneti və artıq dünyada bunun adı, artıq mən də özümdə bir neçə dəfə artıq bu barədə xəbərləri də oxumuşam və belə bir olarsa, qiymətlər biraz ucuz olarsa bu internet providerları ne edəcəklər bəs belə bir vəziyyətdə? Sadə dostumuz bu rəqabətdə dözmək, onsuz da bazar böyüyüb IT sahəsində, internet providerlər sahəsində və Elon Musk'ın da interneti bir tərəfdən gəlsə
qanqaraçılıqdır. Açığı, yəni bu qardaş dinci durmur. Yəni get də maşınla məşğul ol, Tesla-la məşğul ol, nə bilim başqa SpaceX-lə məşğul ol. Reallıq odur ki, bu gün qiymətlər heç bizim bazara uyğun deyil. Yəni kim deyirsə uyğundur, biraz böyük ehtimal qiymətlərdən xəbərləri yoxdur. Çünki hal-hazırda ölkəmizdə onun icazəsi olsa da artıq fəaliyyətə başlasalar da, yəni sadəcə avadanlığın qiyməti səhv eləmirəmsə 700 manata yaxındır. 670 manatdır, nəsə bu rəqəmlərə 700 yaxındır. 700 bəli. Və onun aylıq ödənişi də böyük ehtimal yəni 100 manatdan aşağı olmayacaq. Çünki balaca sürətlər almayacaq heç kim. Yəni biraz individual məsələdir bu. Bu dəqiqə zövqə görə. Həm də prestij xatirinə kimsə ala, yoxlaya və s. edə bilər. Amma reallıq odur ki, bu dəqiqə bizi əlimizdən mi alacaq, bugün bazarımı işğal edəcək. Faktordur ki, onun texnologiyası çox yəni yaxşı və sürətli olacaq, pəkdən birbaşa adam alır. Amma bazar çox belə azad prinsiplər üzərində qurulub da bizdə. Yəni heç cür onu əldə altmaq, yəni monopoliya çevirmək, belə yaxşı mənada bir təkəlçilik kimi şeyə gəlib çıxmayacaq. Bilirsiniz niyə? Çünki Azərbaycan bazarı elə bir bazardır ki, burada hər qiymətə internet var. Çünki internet tarifləri bu dəqiqə azad bazar prinsipləri üzrə hər kəs özü tənzimləyir, hər biznes. Yəni təsəvvür edin, eyni sürəti təbii ki, orada bir müəyyən taktikalar var, ayrılmış xətt məsələsi var, xüsusi xətt məsələsi var, optika var, yəni xidmət çeşidləri də çoxdur. Müştəri çox da onun fərqindən vara bilmir. Müştəri ancaq deyir ki, salam. Sirləri bölüşün, buyurun. Hə, bugün açım töküm hər şeyi. Yəni bəzən deyirlər ki, sizin qiymət bahadır, atıram X şirkət sizdən ucuz verir. Biz onları məcbur uzun-uzun izah eləməyə başlayırıq. Əslində sevirik izah eləməyə, çünki qarşı tərəf başa düşdükdən sonra pul söhbəti ölür. Yəni nə baha, nə ucuz. Keyfiyyətdən ziyadə orada müəyyən məsələlər var. Dedicate və shared anlayışları var. Yəni sizin üçün ayrılmış bir xətt verilə bilər ki, bunun elə bir kanal ayırır, bu kanal sizə məxsusdur. İstifadə eləsəz də, eləməsəz də orada standart trafik olur və onun pulunu ödəyirsiniz. Bir də yəni elə bir xətt olur ki, qapıya qədər gətiririk və oradan 4 evə xətt ayrılır və amma içindəki sürət stabil sürətdir. Yəni bir nəfərin sürətidir. Amma hamı elə bir sürətdə trafikdə istifadə edir ki, heç kim onun az olduğunu fərqinə varmır. Ya belə müəyyən hər bir biznesin özünə məxsus tikləri, belə necə deyim, sirləri olsa da, müştəri üçün inanın bəzən elə olur ki, izah edirsən başa düşmür. Yəni, adam başa düşmür. Çünki o emosional davranır və düşünür ki, onu düşündürən puldur. Pul. Bəli. Ya, izah edirik, okey, deyirik ki, ala, sən istədiyini veririk sənə. 3 gün sonra adam zəng edir, deyir ki, mən deyir, bundan idarə eləyə bilmirəm. Deyirik, axı, bəs izah edirik də sizə, 30 manata mən sizə 30 megabit sürət verə bilərəm. 30 manata 10 megabit sürət verə bilərəm. Fərqini də izah edirəm sizə. 10 megabit olacaq ancaq sizə məxsus, 30 megabit olacaq ki, yəni bu şeyin anlayışıdır. Bu limitsiz, necə limitsiz? 30 megabit çərçivəsində limitsizdir. Yəni bu orada bir sərhəd yoxdur. Sizin orada qonşularınız da, sizin ətrafınızda insanlar da ondan istifadə edə bilər və sizin payınıza 3 megabit, 2 megabit, 5 megabit düşəcək. Trafikin çox olduğu zaman, istifadənin çox olduğu zaman. İzah edirik, sonra biz deyənə qayıdırlar. Təəssüf ki, heç kim bizim kimi, yəni şəxsən mənim kimi əziyyət çəkib izah eləmir müştəriyə. Yəni bizim texniklərimiz, IT mütəxəssislərimiz, idarə heyətimiz var. Və biz müştərinin nazı ilə yaxşı mənada oynayırıq və onlara izah edirik əslində ki, başa düşülsün. Çünki bir şeyin necə formalaşdığını anlamayanda ona veriləcək reaksiyalar da düzgün olmur. IT sahəsi sizə müraciət edənlər bu dəqiqə Xəzər Media Mərkəzinin qarşısında sizi gözləyirlər. Sevirik hamısını. Yeməyə gedə bilərik. Məsələ budur. Bazarda qiymətlərin necə formalaşdığını əslində heç kim açıb tökmür və demirik açıq tökək, amma bir şəkildə insanlar başa düşməlidir ki, aldığı xidmət necə formalaşır. Məsələn, mən şəxsən o işdən xəbərim olduğu üçün çəkdiyim evə interneti mənə soruşanda, mənə həmin, indi adını çəkməyəcəm reklam olmasın deyə, həmin provayder şirkət mənə müraciət elədi ki, siz qiymətə yoxsa keyfiyyət önəm verirsiniz. Dedim, əlbəttə ki, birinci keyfiyyətdən başlayaq. Və o keyfiyyət məni bu günə qədər də %100 internetlə təmin edir. Yəni ki, sizin dediyiniz o bütün o istiqamətlər, xüsusiyyətlər sadaladılar. Mən təbii ki, mən düşündüm ki, 5 manat, 10 manat fərq edəcəm. Mən bir var ki, mən 30 manat təqdim edim, %100 internet alım. Bir var 20 manat təqdim edim, amma ondan 20 manatlı da yararlanmayım. Bu hətta mənim 20 manat itkim deməkdir. Yəni mən bir aldığım 20 manatın yəni belə deyək də nəticəsini ala bilmirəmsə, o xidməti ala bilmirəmsə, xidməti əslində alıram, 20 manatlıq xidmət demişim, 20 manatlıq xidmət də verirlər. Sadəcə o keyfiyyəti mən özüm onu yəni ala bilmirəmsə, ondan zövq ala bilmirəmsə, o işimi görmürsə, ən böyük problem odur. Bəli, o işimi görmürsə, mən niyə o xidmətdən hər aya 20 manat balaca görünə bilər, amma onu ilə vuranda məbləğ
yəni yüzləri keçir. Və ona görə də mən elə bir ki, həmin məbləği çölə atmış kimi oluram və gün ərzində internet məsələsinə görə əziyyət çəkmiş oluram. Stres keçirirsiniz, Bəli, əsəb əsəb keçiririk. Real odur ki, internet bu dəqiqə bizim ailəmizin 3-cü üzvü, 4-cü üzvü, neçə nəfər isə 1+-dur. Yəni o bizdən daha çox, evimizdəkilərdən, dostumuzdan, tanışımızdan daha çox bizimlədir. Bəli. Və hətta yəni ən gizli sirlərimizi belə o bilir yəni. Qonaq belə gələndə birinci bizim keyf əhvalımız yox, interneti soruşur. Bəli. İnternetin təkcə evdə deyil, harasa gedirik bir məkana. Birinci biz nəyə soruşuruq? Deyirik salam aleyküm, Wi-Fi-ın kodunu istəyirik. Evə də gələndə birinci Wi-Fi-ın kodunu istəyirik. Eynilə yəni. Yəni qonağın əhval-ruhiyyəsini soruşmadan birinci keçirik ki, siz mənə Wi-Fi-ın kodunu deyin, sonra sənin əhval-ruhiyyəni soruşaram. Yəni yanaşma elədir. Olmadığı zaman ciddi bir dilxorçuluq olur ki, ay da bunlar niyə internet yoxdur? Bəli. Və yaxud da niyə zəif olanda ümumiyyətlə artıq ondan sonra da gedişat bəllidir ki, bir də gəlməyəcək. Ən yaxşı halda 75-14-dən yazılar ki, internet sürəti özəl şirkətdə yaxşıdır, yoxsa ATS internetdə yaxşı olur. Çünki özəl şirkət qoşulanda problem olanda deyirlər ki, bizlik deyil, özəl şirkətin problemidir. Bu biraz belə deyil. Ölkəyə ümumiyyətlə internet fiber optika üzərindən bir neçə ölkədən daxil olur və bunu gətirən 2-3, yəni barmaq sayında bir əlin barmaq sayını keçməyəcək sayıda ana providerimiz var bizim. Və hər kəs o ana providerdan o xidməti alır. Və aşağı yuxarı hamı eyni qiyməti alır. Amma alış həcmlərinə görə onların həcmləri çoxalır və az olur. Belə deyək də, şirkətlərin bir növ portfolyosunda. Bizim ölkədə də təxmini 150-dən çox provider var. Hansı ki ISP deyək də bunlara. Yəni əsas providerdan qaynaqlanan bizə sonuncu istehlakçıya xidmət satan şirkətlər. Bunlar aşağı yuxarı hamısı eyni xidməti təklif edir. Sadəcə telefon rabitəsi xəttləri vasitəsilə çəkilən xəttlər yenə də bizim böyük şirkətlərimiz var. Onlar sayəsində təmin olunur. Yəni indi günümüzdə elə bir müqayisə biraz real deyil. Yəni telefon xəttini kənara qoysaq, telefon xətti ilə də yetərincə güclü internet təmin olunur bu dəqiqə. Hətta 2024-cü ilin əvvəllərində GPON xidməti təmin olunmağa başladı. Global Passive Optical Network məsələsidir. Adı belə gedir. Yəni onunla belə tariflərin qiymətləri ölkədə biraz da aşağı düşüldü. Yəqin ki, siz eləmisiniz. Yəni təxmini 15%-ə qədər qiymətlərdə də endirim oldu və sürətdə yetərincə artdı. Yəni bu da həmin o həm ATS xəttləri vasitəsilə də çəkilir, ana providerlər vasitəsilə də çəkilir və birbaşa həmin o ISP dediyimiz üçüncü tərəf şirkətlər vasitəsilə də çəkilir. 71-14 deyək ki, internet kəsilməsi, zəif olması nədən olur? Həyət evində deyir, fiber optikdir, yenə də problem olursa bu GPON xidmətidir. Nə üzərindən alır? Məsələ odur. Telefon xətti ilə alır, optika mı alır? Yəni çünki bilirsiniz necədir? İnternet evimizə gələnə qədər bir neçə avadanlıqdan keçir. Evinizdə ən bəsit gözlə gördüyünüz o ötürücü deyək də, buna router deyə bilərik, buna nəsə də bir neçə adı var. Onlardan sizin evinizə içərilə ötürülür. Problem onda ola bilər, kabel zədələnmiş ola bilər, sadəcə ən bəsit primitiv onun başlığında problem ola bilər. O sizin avadanlığa gələnə qədər hansısa switch deyək, yəni ikinci bir avadanlıq oradan qaynaqlanır, onda problem ola bilər. Bu problem daimi və mütəmadi yaşanırsa, bunun həll yolu sadəcə ustaya göstərməyinizdir. Yəni işi bilən bir nəfər yaxınlaşdığını göstərsin. Çünki bizim günümüz bununla keçir, ofislərə yaxınlaşırıq. Baxırıq ki, insanlar istifadə elədiyi internet limitini doldurublar. Bununla bağlı qırılmalar ola bilir. Yəni kvota var, onda bir 30 megabit kvota var və o bitib. Çünki niyə? Əvvəl 3 nəfər idi, indi 7 nəfər var ofisdə. Əvvəl 3 telefon, 2 ona uyğun qurulmuşdu da. Bəli, o adamın tələbatına görə o təmin olunur. Bayaqki fikrinizə görə yazır ki, deyilənə görə ümumilikdə Azərbaycanda internet xətti 2 şirkət gətirir. Bizim yerli providerlərsə onlardan alıb əhali satır. Bu doğrudurmu? Yəni bu qiymətin digər qonşu dövlətlərə görə baha olmasının səbəbi deyilmi? Məsələ bilirsiniz necədir? Ümumiyyətlə biz təbii ki interneti xaricdən alırıq. Ölkə xaricində alırıq. Və Kaspian 1, Kaspian 2 deyə bizim dənizaltı fiber optikalarımız var. Yəni bu və ya digər şəkildə ölkəyə internet kənardan daxil olur. Bunu 2, 3 və 4-ə qədər deyə bilərik ki, provider tərəfindən Azərbaycanda. Təbii ki 2 böyük providerimiz var və digər ISP-lər və bizim kimi şirkətlər onlardan təmin edirlər və ölkəyə paylayırlar. Bu proses var ha. Gəlməsi, yüklənməsi, cəmaata paylanması. Bu mərhələlərin heç birində problem olmur. Yəni qiymət artmır. Qiymət onsuz da standart bir tarifi var ölkəyə daxil olduğu zaman və bizim kimi partnyor şirkətlərə verilən qiymətlər standartdır. Və aşağı yuxarıda hamı müştəriyə eyni xidməti təklif edir. Amma orada bəzi bayaq danışdığımız mövzular var. Ayrılmış xətt verə bilən var, ümumi xətt verən şirkətlər var və biz bunları açıqlamadığımız üçün qiymət politikaları gizli qalır.
Yəni sizə 30 göstərib 5 megabit verə bilərik, çox rahat. 30 göstərib 30 megabit verə bilərik. Yəni bu verilmiş xəttdən bağlıdır. Sizin tələbatınıza baxırıq və ona görə. Yəni qiymətin necə formalaşması məsələsi standartdır. Amma alış həcminiz provayderlar tərəfindən, bizim kimi vasitəçi şirkət tərəfindən hansı həcmdə internet alırsınızsa, o həcmdə dövriyyəniz olur və qiymətinizdə müəyyən endirimlər təbii ki ala bilirsiniz. Misal. Aydındır. Bu da sonuncu müştəriyə təsir eləyir. Amma reallıq odur ki, qiymətlərimizin bahalığına gəlsək, region ölkələrlə müqayisə eləsək, qiymətlərimiz bir balaca fərq eləyir. Bahalığa görə. Bahalığa görə fərq eləyir. Yəni daha uzaq ölkələrə getsək daha çox fərq eləyə bilər bizim üçün. Avropa ilə Amerika ilə və s. müqayisə eləmirik. Biz yaxın ölkəmizi öz coğrafiyamızla müqayisə etdiyimizdə çox uzağa getməyək. Elə Türkiyə ilə müqayisə eləsək rahat bir 4 dəfədən çox fərq eləyir. Yəni Aydındır. Söhbətimizi biz davam etdirəcəyik və birazdan sualımız da var. Narahat olmayın, yarışmamız üçün sualımızı təqdim edəcəyik. Və qalibimizi Anoğlu baklava lokumdan hədiyyə gözləyir. Reklamdan sonra buradayıq. Reklam vasitəsinə keçirik. Biznes adamı az sonra davam edəcək. Xəzər radiosunda reklam vaxtı. Pulunun üstünə 12% gəlir gəlsin istəyirsən, elə isə manatını Bankov Bakuya gətir. İstər 12, istər 18 aylıq əmanətin üzrə illik düz 12% gəlir qazan. Bankov Baku ilə pulun artsın, manatların çoxalsın. Ətraflı 145. Soyuq aylar, daxili işlər üçün ən uyğun zamandır. Pandanın Pamplus boyası bu işdə sizə kömək edəcək. Yüksək yapışma gücü, yuyula bilən və çatlamayan formulu ilə Panda Pamplus boyası hər növ daxili setləri mükəmməlləşdirir. Panda boya, renk qatır dünyaya. Qısa nömrəmiz Ulduz 1008. Yeni markalar, sürpriz endirimlər, mükəmməl restoranlar, məşhur fast food şəbəkələri, uşaqlar və gənclər üçün əyləncə. Portal Games, City Park Mall'da, şəhərin yeni cazibə mərkəzində 400 maşınlıq, 2 mərtəbə qapalı parking və ilk 3 saat pulsuz parklanma yolunuzu gözləyir. Rahat alış-veriş, unudulmaz dadlar və gününüzü əyləncə ilə dolduracaq bir məkana hazır olun. Ünvan Babək prospekti ilə Süleyman Vəzir küçəsinin kəsişməsi, Bakı, Ağşəhər. Ev və iş yeriniz üçün mükəmməl parket axtarırsınız? Azərbaycanın keyfiyyətli parket brendi olan Mr. Wood sizin üçün isti döşəmə rahatlığını, davamlığı və zamansız gözəlliyi bir araya gətirir. Cızılmaya qarşı dayanıqlıdır. Hər dizayna uyğun mükəmməl seçimləri var. Tam 25 il şirkət zəmanəti də mövcuddur. İndi Mr. Wood ilə məkanınızı yeniləyin və keyfiyyəti hiss edin. Telefon 070 288 1991. Ünvan Ağşəhər, Xəqani Rüstəmov 6. West Hospital'da icbari tibbi sığorta çərçivəsində vətəndaşlar invaziv radiologiya, angiografiya, KT, MRT, mammografiya, damar və endoprotez əməliyyatları xidmətlərindən yararlana bilərlər. Ətraflı Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Rəqabətli biznes mühitində fərqlilik yaratmaq, keyfiyyəti işinizə daşımaq niyyətiniz varsa, GSI şirkətinin beynəlxalq səviyyədə sertifikatlaşdırma xidmətindən yararlanın və ISO sertifikatlarına sahib olun. Ətraflı məlumat üçün 010 252 2300 və 010 234 2800 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. O həm təmirdə, həm də alış-verişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldur. Abşeronla alış-veriş səbəti sevinç doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan dairəsinin yanı. Bankov Baku'dan bahar krediti. İndi Bankov Baku'dan 50 min manatadək nağd pul kreditini minimum 9.9 faiz ilə əldə edin. Bankov Baku. Xəzər radiosunda reklam vaxtı. Reklam fasiləsi bitdi. Biznes adamı davam edir. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Biznes inamdan başlar. Biznes özünü təsdiqdir. Bu yolun enişi də var, yoxuşu da. Əsas odur ki, ruhdan düşməyəsən. Uğurlu biznesin sirlərini bizdən öyrənin. Həftə içi hər gün saat 2-dən 3-ə qədər Rüfət Nadirlinin təqdimatında Xəzər FM'də.
Baş sponsor Panda boyaları. Xüsusi sponsorlar City Park Mall, West Hospital, parket markası Mr. Wood. Sponsorlar ISO sertifikatları üzrə xidmət göstərən GSAI şirkəti, Hanoğlu Baklava Lokum və Şəki Agro Suvarma Sistemləri. Efirimiz devam etməkdədir değerli dostlar və yarışmamız üçün söz verdiğimiz daha doğrusu sualı yarışmayı keçdirək, sualı səsləndirək və doğru hesab etdiyiniz variantı bizim WhatsApp nömrəmizə göndərin 055 203 1103-ə 055 203 1103-ə göndərin və görək birinci kim olacaq. Sualımız belədir. Maraqlı sualdır. Deməli, bəli, WhatsApp nömrəmiz 055 203 1103-dür. Minimal, elə bizim mövzumuzla bağlıdır, yeri gəlmişə danışdığımız internet, informasiya ilə bağlıdır. Minimal informasiya vahidi hansıdır? Minimal informasiya vahidi hansıdır? Yəni, ən kiçiyi, minimalı informasiya vahididir ki, ən kiçiyidir. Ondan sonra başlayır. Minimal informasiya vahidi hansıdır? 055 203 1103 bizim WhatsApp nömrəmizdir. Yazın, göndərin. Tam 3 dəqiqə əlavədə vaxtınız var. Vaxtdan səmərəli istifadə edin. Qalibimiz hədiyyəmiz Hanoğlu Baklava Lokumdandır. Minimal informasiya vahidi hansıdır? Soruşmuşuq. Vaxtdan səmərəli istifadə edin. Minimal informasiya vahidi hansıdır? 055 203 1103 bu nömrəmizə yazıb göndərə bilərsiniz və bu arada mən də dostlarımıza təşəkkür edirəm. Verilişimizin baş sponsoru Panda boyalarıdır. Azərbaycanın ən böyük renk kataloguna sahibdir Panda boyaları və Avropanın qabaqcıl texnologiya əsasında öz məhsullarını da istehsal edirlər. Keyfiyyətinə güvəndiyimiz, özümüzün də deməli yerli marka olaraq güvəndiyimiz Panda boyalarıdır ki, sizə də tövsiyə edirik. 2500-dən çox renk çeşidi olan yeganə boyadır Panda boyaları və yeri gəlmişkən Panda boyaların satış nöqtəsinə gedərkən renk çalarlığı baxımından yox söhbəti yoxdur. Təşəkkür edirik Panda boyalarına. City Park Mall şəhərimizin yeni cazibə mərkəzidir. Ora getdiyimiz anlar alış-verişlərimizi, rahat istirahətimizi edirik. Səliqə, səhman, həqiqətən də çox mükəmməl xidmətləri var və siz də dəvət edirik şəhərimizin yeni cazibə mərkəzi olan City Park Mall-a. Ağşəhərdə Süleyman Vəzirov küçəsi ilə Babək prospektində kəsişməsində yerləşir. Avtomobillə gedərkən 3 saat parkinginiz də pulsuzdur. Biləsiniz, ilin sonuna qədər də bu belə davam edəcək. Sağlam olmaq üçünsə sağlam dostumuza ehtiyacımız var. Bu zaman bizim köməyimizə West Hospital çatır. Təcili tibbi yardım xidmətləri də var və digər xidmətlərlə bağlı məlumat əldə etmək istəyənlər Ulduz 7606 nömrəsindən əlaqə saxlaya bilərlər. Rəqabətli biznes mühitində fərqlilik yaratmaq, keyfiyyəti işinizə daşımaq niyyətiniz varsa, GSA şirkətinin beynəlxalq səviyyədə sertifikatlaşdırma xidmətindən yararlana bilərsiniz. ISO sertifikatlarına sahib ola bilərsiniz. Bu sertifikatlar birisində ümumiyyətlə şirkətlərin həm yerli bazarda, həm də xarici bazarda geniş imkanlar açmaq üçün bugün ISO sertifikatlaşması çox önəmlidir və çox şükürlər olsun ki, artıq ISO sertifikatlaşmasını biz də buna önəm verir yerli şirkətlərimiz olaraq. Hələ də ISO sertifikatlarına sahib deyilsinizsə, GSA şirkətinə müraciət edə bilərsiniz. 010 252 2300 və 010 234 2800 ISO sertifikatlaşması keyfiyyəti, peşə sağlamlığını, əməyin təhlükəsizliyini, qida deməli təhlükəsizliyini, müştəri məmnuniyyətini ölçməkdə, həmçinin ixracat və tenderlərdə də köməyinizə çatacaq. Eviniz və iş yeriniz üçün mükəmməl parket axtaranlar, siz də çox düşünməyin. Ağşəhərdə Xəqan Rüstəm Altı ünvanında showroomlar da var. Söhbət Mr. Wood markasından gedir. Tam 25 il şirkət zəmanəti var. Azərbaycanın keyfiyyətli parket brendidir Mr. Wood və cızılmaya qarşı da çox dayanıqlıdır. Ətraflı məlumat üçün Mr. Wood az sosial media səhifələrində
də yaza bilərsiniz. Hanoğlu baklava lokum, nəfis dad, hədiyyəlik məhsullar və korporativ əməkdaşlıqda da bax Hanoğlu baklava lokumun məhsullarına güvənin, hədiyyə göndərin, başınız ucu olsun deyirik və təşəkkür edirik Hanoğlu baklava lokuma da. Bir filialı Dədə Qorqud Parkı ilə üzbəyüz, daha bir filialı isə Nizam metrosunun tam bir addımlığında yerləşir. Sualımızın cavabını birinci yazan, ümumiyyətlə doğru yazan varmı və bunu birinci edən varmı? Sualımız belə idi ki, minimal informasiya vahidi hansıdır? Soruşmuşuq. Vaxt artıq bitib. Görək birinci olan kimdir? Bütün diqqətimiz deməli Samir qardaşımızadır. Bəli, qalibimiz var. Qalibimiz var. $20.71'den olan dinləyicimizdir. Eləmi? Samir dostumuz. 20.71'den olan dinləyicimizdir. Aha. Cavadzadə, Fədaya Cavadzadə birinci oldu. Təbrik edirik. Cavab bit idi. Bit. Bəli. Hətta 8 bit 1 byte'dır. Sonra gəlir bit, byte, sonra megabyte, sonra terabyte da terabyte'a qədər gedib çıxır. Amma başlanğıc bitdir və 8 bit də 1 byte deməkdir. Bəli. Cavab doğrudur və qalibimizi təbrik edirik və göndəririk Hanoğlu baklava lokuma. Sevə-sevə istifadə edəsiniz və diqqətiniz üçün təşəkkür edirik. Çox sayılı dinləyicilərimiz yazdı, amma birinci olanlara biz hədiyyəmizi təqdim etdik və son olaraq da Saday qardaşımıza təşəkkürümüzü bildiririk və inşallah arzu edirik ki, müştəriləriniz daha çox olsun. Korporativ dediyiniz o yanaşmanız. Amin. Sizi çox da belə, nə deyək, bezdirməsinlər. O sözü bir daha da yada salar. Sağ, vurğulayın. Tez-tez bezdirmirlər. Biz sevirik onları. Aha. Bəli. Sizə təşəkkür edirik, Saday qardaşımız. Təşəkkür edirəm. Dəvətiniz üçün, ümid edirəm dinləyicilər üçün də maraqlı oldu. Sizə hər dəfə görmək xoşdur bizə. Çox təşəkkür edirik. Yaxın müddət ərzində bizim Biznes Mərkəzi klubumuzun layihələrində də bizim dəyərli dostumuz Saday qardaşımızı gözəl çıxışları ilə görəcəksiniz. Çox təşəkkür edirik və dəyərli dostlar, mən də sizinlə sağollaşıram. Sonda biznes adamlarına bir də məlumat çatdıraq ki, bilirsiniz, PR Media və Networking klubumuz olan Biznes Mərkəzi klubu il ərzində çoxlu forumlar, tədbirlər keçirdir və növbəti tədbirimiz 3 deməli iyun tarixində Bakı Marriott Boulevard oteldə reallaşacaq. Milli brendlərin, yerli şirkətlərin parakəndə zirvəsi olacaq. Həm forum, həm də stand deməli sərgi konseptində olacaq. Hətta orada yerli şirkətlərimizin ekskluziv təqdimatları olacaq. Networking alanı reallaşacaq və bundan əlavə orada sərgilər vasitəsilə siz öz məhsullarınızı da təqdim edə bilərsiniz. Çox mükəmməl bir forum bizi gözləyir. 3 iyun tarixində siz də öz məhsullarınızla, xidmətlərinizlə seçilmək istəyirsinizsə və yaxud da ki, iştirak etmək niyyətiniz varsa, Biznes Mərkəzi AZ bizim klubumuzun sosial media səhifələrini yazın, əlaqə nömrələrini qeydiyyatdan keçirin, əməkdaşlarımız sizin suallarınızı cavablandırsınlar və qeydiyyata alsınlar. 3 iyun tarixində möhtəşəm forumda görüşərik.